bayaq ama Təranə xanım bir söz dedi. O tutu belə götürürsən, yiyirsən. Tutun nə qədər də yiyirsən, əlində onun qara bir ləkəsi qalır. Ona görə də bir özümüzə baxaq, görək ki, biz nə qədər safıq, biz nə qədər günahsızıq, biz nə qədər belə nümunəvi ki, başqasını da çıxaq, alçaldaq ya da başqasının haqqında bir sətraltı söz deyir. Vallahi indi də bir zamanda yaşayırıq ki, məncə o bir dəfə Təranə xanımın bir videosu var deyə çəkmişdim. Təranə xanım, bax, dayandığımız yerdə sizin haqqınızda stilistlər danışır. Elnur dostumdur. Amma mən elə gəlir ki, Elnur, nəinki Elnur ha, bir çox insanlar bilir ki, Təranə, Qumral, ikisi də ana-bala söz altında qalmayacaqlar. Kimliyindən asılı olmayaraq. Xalq artisti olsun, nə bilim, dayı kim olur, cavabını alacaq. Çünki bu adam bunu görməməsindən gəlməyəcək bu da. Bilə-biləm olar sizə söz atılır. Çünki heç deyilən, mən Elnur'un xətrini çox istəyirəm. Elnur, Bülent xanımı bəziyir, Röya xanımı bəziyir, Lalə xanımı bəziyir, Sevdanı, Güla. Bu başqa məsələ. Axı, Təranə heç ona müraciət etməyib ki, məni bəzə. Niyə? Siz orada bir açıqlama verdiniz. Stilist. O sözüm gündəm oldu, mənim o stilist deməyim. Aslında uşaq deyil ha, tərbiyəli yerini bilən. Yox, mən onu tanımıram. Amma niyə o dedi o sözü? Sual verdiniz, qoy mən də cavab. Mən heç onu ümumiyyətcə tanımıram. Nə Sima kimi, Simacı tanıyıram, nə belə insan kimi tanıyıram, nə şəxsiyyətini tanıyıram. Heç nə, ümumiyyətcə mən elə bir vizajist tanımırdım doğrudan da. O mənə söz atandan sonra onu mənə göndərdilər. Mənə ümumiyyətcə, mən bir dənə sizə bunu da deyim, yadımdan çıxmamış. Bizim evimizdə nə qədər televizor varsa, mən ümumiyyətcə kanalı kəstirmişəm. Bir dənə efir yoxdur bizdə, heç bir, baxmıram. O gün, dünən, nə vaxt idi, keçən həftə idi də, biz sizdə olmuşuq fevralın 3-də, bir aydır da, bugün də ayın 4-düdür. Bir ay keçib, mən yenə gəldim sizə. Hər ayın tamamında xahiş edirəm gəlin. Yaxşı, baş üstə. Yəni, o gün mən efirə çıxandan sonra dedim, hər verilişdə bir dəfə oldum, qutardı. Sadəcə olaraq dedin, arzuya görə gəl, mən gəldim. Arzu, görürsən, Allah haqqı. Yəni, belə verilişə çağırmış olsaydınız, deyəcəkdim, yox, istəmirəm. Hər dəfə birinə çıxdım, bəs eləyir. Bir də getdi, bir ildən sonra çıxaram, inşallah, Allahın köməkliyi ilə. Yəni, bizdə efir yoxdur, heç bir efirə baxmırıq, heç bir kanala baxmırıq, heç bir televiziyaya baxmırıq. Amma Instagramda, TikTokda varsan? Yox, TikTokda varam, Instagramda varam. Oradan sosial şəbəkələrdən qarşıma çıxanda baxıram, izləyirəm, kim kimə nə söz atırsa. Belə, yəni, oturum verilişdə görüm kim oxuyur, kim ağlayır, kimsə heç bir şey görmürəm. Nə Musa, nə məndə o gün dedin televizora baxsan, dedim, yox, baxmıram. Doğrudan baxmırdım. Bilmirəm nə haqda söhbət gedir, amma dedin ki, gəl, dedim, gələrəm. Yəni... Bax, o Elnur'la bağlı... Bir dəqiqə sözümü tamamlayım. Elnur'la bağlı demək istəyirəm. Ay Elnur, mən heç sənin adını da eşitməmişəm. Adımı çəkirsən, günah orada Türkandadır. Türkan da dostumuzdur. Amma Türkan onu pis məndə ona sual vermədi. Yox, Türkan onun cavabını bilirdi. Onun bəzədiyi xanımlardan soruşmalıydı onu. Günahın böyüyü Türkandadır. Amma... Türkan ona sual verəndə bilməliydi ki, axı o Təranə ilə nə əlaqəsi var? Ömründə bir dəfə də olsun bu adamın heç salonuna, ya işlədiyi yerə bir müraciət eləməmişəm. Anardan bir yerdə sizin efirinizdə olmuşam. Ondan sonra... O kimdir? Anar deyil. Ağa kişi. Anar ağa kişi, hə. Vizajist, hə. Neysə, ondan bir yerdə olmuşam. Amma bu mənə ki, bilsən o bilir nə cavab verə bilərdi? Onların ağlı və siyasəti yoxdur. Deyə bilərdi ki, mənim o xanımla heç bir yaxınlığım yoxdur və izləmirəm, anlayışım da yoxdur. Ona görə o xanım haqqında heç bir söz deyə bilmərəm. Durub onun geyimi... Məni izləmirsənsə, nə bilirsən mən nə geyinirəm? Saçım necədir, vizajım necədir? Ona görə mi bahalı saat giyinmirsən efirə gələndə? Yox, indi bu... Mən maşında bəzənmişəm, yatıb qalmışam mən. Mən maşında bəzənmişəm, yadımdan çıxıb aşağı düşəndə... Amma üzərdə baxın, necə gözəl qalıb. Yəni, özür istəyəm ifadəmi görə, yaşınıza görə düzdür, quzunuz da yanınızda oturub, 15 yaşım. Bir ana olaraq işlərə vaxt tap. Heç kimi görürəm, o xanım haqqında heç bir söz deyə bilmərəm. Vecimə almıram. Mən izləmirsənsə, nə bilirsən mən nə geyinirəm? Altında şəkilimin yazılar, Musayla şəklimi görüm yazılar. Bunlar da rola gir. Ay balam, rol 1 ay, 3 ay, 5 ay, 5 il. Ssenari müəllifi David Diamond. Neçə illər olar bu yadım.